Əhməd Əl-Şaranın şəxsində mövcud iqtidarı baş keçən bir iqtidar kimi təqdim etməyə başlayıb, dünya kamuoyunda onların üstünə gəlməyə, özlərinə vəzifə borcu bilən çoxsaylı qüvvələr artıq meydandaydı. Xüsusilə Rusiya BMT Təhlükəsizlik Şurasına acilən çağırılıb. BMT Təhlükəsizlik Şurasında Əhməd Əl-Şaranın iqtidarına qarşı bir baskılanma uyğulanmasından bağlı mövqe sərgilədi və BMT Təhlükəsizlik Şurasının da çağırılması məsələsi gündəmə gəldiyi bir zamanda, təbii ki, Türkiyə dövləti də olayları yaxından izləyib, olayların içərisində nəyin nə olduğunu tam mənada öyrəndiyi bir zaman, gecə ilə çox ustalıqla terrorçu güclərə qarşı sınır ötəsi operasyonlar gerçəkləşdirməyə başladı. Hələbin ayrı-ayrı məhəllələrində yerləşən terrorçu qüvvələri təşkil etmək, onları tamamilə sıradan çıxarmaq Türk Silahlı Qüvvətləri üzərinə götürüb. Bunun yanaşı da havadan insansız araçlar vasitəsilə qarşı tərəfə böyük darbələr vurmağa başladılar və bununla da Türkiyə dövləti bir daha dünya dövlətlərinə mesaj verdi ki, siz bölgənin istiqrarını istəmirsinizsə, terrorçu qüvvələrin bölgədə varlığını istəyirsinizsə, biz artıq səbir göstərmək niyyətimiz yoxdur. Biz bu terrorçu qüvvələri artıq məhv edəcəyik. Siyasətini ortaya qoydu və böyük bir həmlələr içərisində Türkiyə qarşı tərəfə ciddi sürətdə itkilər qazandırdı. Onun sabahısı təbii ki, bir çox dövlətlər gördü ki, durum getdikcə Türkiyənin siyasi diktəsindən və dəstəyindən Əhməd Əl-Şaranın liderliyində Suriyanın unitar bütünlüyü təmin ediləcək, bütün terrorçu qüvvələr məhv ediləcək, anlayışı tam mənada ortaya çıxdığına görə Amerika həmən hərəkətlənməyə keçdi. Özünün yan quruluşu olan SDK-nı qorumaq və ən azından SDK üzərindən gələcəkdə Suriyada söz sahibi olmaq niyyətini sərgiləyərək Əhməd Əl-Şara hökumətindən SDK-nın arasında bir daha diyaloqun baş verməsi üçün Pentagonun generalları və yüksək rütbəli zabitləri SDK olan bölgəyə, Suriyanın doğu qisminə doğru hərəkət etdilər, ora gəldilər. Özünü Məzlum Abdi adlandıran, əslində nə adı Məzlum olan, nə də soyadı Abdi olan bir terrorçu gücün təmsilçisi olaraq meydanda olan şəxslə danışıqlar apardılar və bu şəxslə olan danışıqların sonucu olaraq Amerika bütün qüvvələrə bildirdi ki, Türkiyə tərəfi ilə olan diplomatik danışıqlar və görüşlər ondan xəbər verir ki, Türkiyənin hər hansı bir geri çəkilmə niyyəti yoxdur. Türkiyə bölgədə tam istiqrarın bərqərar olması, Suriyanın unitar bütünlüyünün qoruması üçün bütün silahlı qüvvətləri, iqtidara, dövlətə qarşı olan bütün qüvvələrin tərsilah olunması uğrunda mübarizədədir və bu mübarizədə Türkiyənin qarşısında heç bir güc dayana bilməyəcək. Öz aralarında aparılan diyaloq və danışıqlar nəticəsində həmən SDK deyilən Amerikanın yan quruluşu təmsil edən, yan quruluşa rəhbərlik edən Məzlum Abdi Şam şəhərinə helikopterlərlə gəldi. Helikopterlə Şam şəhərinə gələn Məzlum Abdi danışıqlar masasında anlaşmaq üçün gəldiyini bildirdi və Əhməd Əl-Şara və Məzlum Abdi arasında uzun sürəli bir müzakirə başladı və nəhayətdə daha 20 gün öncə Şam yönətimi tərəfindən hazırlanmış anlaşma sənədi ortaya qoyuldu və bu sənədi həm Məzlum Abdi, həm də Əhməd Əl-Şara imzalayaraq basın qarşısına çıxdılar və dünyaya elan etdilər ki, bugündən SDK özünü Suriya Silahlı Qüvvətlərinin tərkib hissəsi hesab edir. 8 maddəli bu sazişdə tam mənada Suriyanın unitar bütünlüyünün tanınması və bütün bölgənin tam mənada hakimiyyətinin mərkəzi hakimiyyətə keçməsindən bağlı
mövqe sərgilədilər və bu mövqeyi sərgiləməklə də bir daha dünyaya bəyan etdilər ki, onlar mərkəzi hakimiyyətlə çatışmayacaqlar, daha çox anlaşmaya meyil göstərəcəklər, çalışacaqlar ki, Suriyanın yenidən yapılmasında bunlar özləri də iştirak etsinlər. Və beləliklə Türkiyənin böyük bir əskəri, diplomatik uğuru bir daha özünü sərgiləmiş oldu. Bütün dünya dövlətləri və basın quruluşların bu məsələni geniş işlandırıb, müzakirə etməyə başladılar. Və nəhayət hər kəs Türkiyənin daha bir başarısını etiraf etmiş oldu. Belə bir durumda 2-3 gün bundan öncə fəallaşan İsrail mətbuatından tek səs çıxmadı. Sanki heç nə baş verməyib. Çox ağır bir sarsıntılı anlar yaşadılar. Onun kimi Rusiya basınında həyəcanlı, ölü bir durumu yarandığını biz gördük. Xüsusilə bu ölü durum Tehran Fars faşizmi üzərinə daha çox çökdü. Gərginlik, psixoloji sarsıntı, məğlubiyyət hissini yaşamaq təbii ki, onlar bir daha gələcəklərin nə qədər qaranlıq və acınacaqlı olmasına xəbər verdi. Və nəhayət də dost olan insanlar, xüsusilə Böyük Türk millətinin övladları Türkiyənin bu başarısına çox sevindilər. Çünki biz ta qədimdən demişdik ki, Suriyanı qazanan Ön Asiya qazanacaq, xüsusilə Türk-İslam dünyasını qazanacaq, əzilən dövlətləri qazanacaq və bunun da sonrası Avrasiyanı qazanacaq, insanlığı qazanacaq. Biz açıqlamasını dəfələrlə sizlərin gözünün qarşısında vermişdik və bu da bir daha özünü təsdiq etdi. Dün Türkiyə Ön Asiyanın lider dövləti olaraq bir daha özünü təsdiq etdi. Bu baxımdan biz Türkiyə Silahlı Qüvvətlərini, Türkiyə siyasi hakimiyyətini təbrik edirik. Böyük Türk millətinin başarısını, Böyük Türk millətinə uğurlar arzulayırıq, qutlu olsun deyirik.